Çok sağ olun. Burada bizim bir jurnalist oğlumuz var. Zahid oğlum, Nadirov. İndi onun da yani bu şəhidlər yolunda dəfələrlə onun şahidi olmuşam. Qələm çalıb yazıları var. İş bu sahədə çox səmərəli işlər var. Buyurun. İlk öncə hər birinizi salamlayıram. Xoş gördük. Zahid Nadirov, Ədalət Yolu.com xəbər portalının, Ədalət qəzetinin araşdırmacı jurnalisti, xüsusi MTV kanalı rəhbəri. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Hər birimizin borcudur ki, şəhidlərimizin mövlud günlərində, anım günlərində, şəhid ailələrimizin və eləcə də qazilərimizin, veteranlarımızın yanında olmaq. Mən hər zaman bu işə qol qoyanda demişəm ki, xalqıma, millətimə, devlətimə təmanlansız xidmət etməyə hazıram hər zaman. Mənim də əmim 1-ci Qarabağ müharibəsində şəhid olubdur, General Ərşad Nadirov batalyon komandır olubdur. Allahdan bütün şəhidlərimizə rəhmət və eləcə də Qəfar Dəmirçoğluna Allahdan şəhidimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir versin, dözüm versin. Təbii ki, hər birimiz üçün ağırdır. Amma neyləmək olar? Biz də bu yolda xalqımıza, millətimizə xidmət etməliyik. Bir vətəndaş kimi hər birimizin borcudur təbii ki. Və eyni zamanda da təşkilatımızın rəhbəri Yasemin xanım Qəyumunun baş sağlığı, səbrini çatdırım sizlərə, sağlıqlarını çatdırım sizlərə. Və hər zaman biz birlikdə tədbirlərdə və eləcə də qazilərimizin, veteranlarımızın, şəhid ailələrimizin yanında oluruq. Gücümüz çatdığı qədər həm maddi, həm mənəvi dəstək oluruq və təbii ki, biz bu yolda, əgər bu yola çıxmışıqsa, biz daim qazilərimizin, veteranlarımızın, şəhid ailələrimizin yanında olmalıyıq və bütün şəhid ailələrimizin qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bir daha qazilərimizə, veteranlarımıza can sağlığı versin. Sağ olun, təşəkkür edirəm. Söz verdiyiniz üçün var olun.